Bölgənin ən diqqət çəkən nöqtəsi göl səviyyəsindən 137 metr hündürlükdəki nəhəng qum təpəsidir. Zirvədən baxanda göl mənzərəsi nəfəs kəsicidir, amma əsas problem aşağı enəndən sonra başlayır. Bəzi ziyarətçilər macəra həvəsi ilə təpədən aşağı enir, lakin geri qalxmağı bacarmır. Çünki sahil xəttinə enən marşrut demək olar ki, dik bir yamacdan ibarətdir, tam 33% meyilli bir yoxuş. Bütün səth yumşaq qumdan təşkil olunduğu üçün addımlar quma batır, kölgədə dincəlmə şansı da yoxdur. Buna baxmayaraq, mənzərəyə aldanan bir çox insan aşağı düşməyi seçir və nəticədə xilasetmə dəstəyindən kömək istəmək məcburiyyətində qalır. Park işçiləri bəzən yalnız su və qida dəstəyi ilə köməyə gəlir. Su səviyyəsi aşağı olub, sahil kifayət qədər geniş olduqda nəqliyyat vasitəsilə çatmaq da mümkün ola bilir. Lakin zəmin və ya hava şəraiti uyğun olmadıqda vəziyyət dəyişir. Bəzi hallarda mürəkkəb ip sistemləri və ya yanğınsöndürən dəstələrinin köməyi tələb olunur. Hətta bəzən yeganə seçim dəniz yolu ilə xilas etmə olur. Bu nöqtədə yerli yanğınsöndürən və ya sahil mühafizəsi daxil olur və xərclər sürətlə artır. Park rəsmiləri Milli Park Xidmətinin adətən xilasetmə haqqı tələb etmədiyini qeyd etsə də, Sleeping Bear Dunes'da iştirak edən xarici dəstələr bu xidmətə görə ödəniş tələb edə bilər. Buna görə də kömək çağırmağın dəyəri 3000 ABŞ dollarına qədər çata bilər. Əməliyyatların xərcləri illik büdcədən qarşılanır və könüllü dəstələr də tez-tez işə cəlb olunur. Lakin Sleeping Bear Dunes kimi bölgələrdə bəzən yerli qurumların dəstəyi tələb olunur. Əgər xilas etmək üçün yanğınsöndürən və ya dəniz polisi çağırılırsa, bu qurumlar öz xidmət haqlarını tələb edə bilər. Rəsmilər ziyarətçiləri bu cür vəziyyətlərə düşməmələri üçün davamlı xəbərdar edir.